yoldaşı və ya sevdiyi qadını var. Yəni həyat yoldaşı həm də sevdiyi qadındır, elə başa düşdün. Hər şey yolunda gedərkən bir gün keçmişdə münasibətdə olduğu başqa bir qadına sadəcə mesajla hal-xoş edərkən sənin üçün darıxdım yazması sevdiyi qadına xəyanət sayılırmı? Öncədən təşəkkürlər. Bəli, yəni bir çox insan üçün bu xəyanət sayılır. Ancaq yəni bunun açıqlamasını fərqli şəkildə verə bilər o həyat yoldaşınız və yaxud da ki, sevdiyiniz kişi bunun açıqlamasını fərqli şəkildə verə də bilər. Yəni xəyanət bilirsiniz də belə bir şeydir ki, çox genişləndirdiyimizdə porno izləmək belə bəzi insanlara görə xəyanət hesab edirlər. Bəzi insanlar isə sadəcə yataq münasibətini xəyanət hesab edirlər. Sadəcə yataq münasibətindən baxanda xəyanətin nisbəti 35%. Amma hər şeyi xəyanətə qatanda o zaman 70%-ləri yeyib çıxır.